Afət Fərman qızı ilə aramızdakı gərginlik mahnı söhbəti deyil. Doğrudanmı elədir? Bunu siz də məncə bilirsiniz. Sizin orada işləyən çox insanlar bilir. Bəli, ondan öncə bizim bir mövzumuz olmuşdu. Şəxsi. Mənlə bağlı bir şey də deyil. Ümumiyyətlə bu qadın sənətçilərin neçəsi ilə davam var. Onların çoxsu, bir neçəsi mənim uşaqlarımın atasıyla onların problemləri olub, yaşanmışlıqları olub. Ondan sonra mənə keçiblər. Yəni mənlə bağlı bir şey olmayıb çoxsu. Həmin xanımla da həmçinin, yəni mənim uşaqlarımın atasından onların söz-söhbətləri var idi. Ondan sonra mənə mahnıya görə də başladım. Məncə bəhanə oldu yəni demək istəyirsiniz. Mən elə düşünürəm. Çünki ondan öncə də onların söz-söhbəti, hətta canlı açıb da danışmışdı. O kayıtlar mənim fanatlarımda var, hətta ondan öncəki danışıqları. Bəzən elə suallar gəlir ki, deyirlər, şapıltı ilə sual verən. Elə deyil, mən çərçivədə olan sualları, efirdə səsləndirə biləcəyim sualları hər zaman səsləndirirəm. Ona görə içimdən gələn bir sual var idi, onu deyə bilmədim. Sizin övladınızın atası ilə Afət Fərman qızının arasındakı olan bir gərginliyin sizə nə aidiyyatı var? Bilmirəm də, o insanlar elə bir, o heyfi məndən çıxırlar, bilmirəm, nə bilim, həqiqətən də anlamıram. Tamam, bir sual verim. Hansısa vaxt Afət Fərman qızı səhər saat 5-ə, 6-ya qədər sizin yanınızda olubmu? Heç vaxt, heç vaxt. Telefonla bir bağlantı. Telefon həmin mövzularda mən zəng vurmuşdum, hətta özüm zəng vurmuşdum, xahiş eləmişdim ki, yəni bu mövzunu mənə açıqla da, necə bir şeydir. O da açıqla dedi ki, mənlə bağlı olan bir şeydir, aralarında o söz-söhbətlər danışdı. Necə oldu? Siz dediniz o kimdir, necə? İstəmirəm, yəni tam açıqlansın istəmirəm. Yəni, tamam, onsuz onu açıqlaya bilmərik də. Siz demişsiniz,